Salamlayıram hər birinizi. Bir sınağın izahına baxarıq bugün. Deməli, birinci sualda düzgün olmayan variantı istəyir. Burada söhbət D bəndindən gedir, çünki burada yanlışlıq var. İttifaq 1907-ci ildə Məmmədəli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu, yəni İttifaq təşkilatının yaradılmasını burada səhv göstərib. Buna görə düzgün olmayan bəndimiz D bəndidir. İkinci suala baxacağıq. Azərbaycan aydın hadisələrinin xronoloji ardıcıllığını tapın. Bakıda fəhrələrin ilk açıq siyasi nümayişi 1902. Bakıda tütün fabriki fəhrələrinin ilk mütəşəkkil tətil keçirilməsi 1895. İlk proqram sənəd ərz hallarda 1905. Cavabımız olacaq 2, 1, 3. B bəndi. Üçüncü suala baxaq. 1870-ci il kəndi islahatının nəticələrinə aiddir. Təbii ki, burada söhbət Y bəndindən gedir. Sahibkar kəndliləri arasında təbəqələşmə gücləndi. Çünki 1870-ci ildə kəndi öz torpağını satın ala bilərdi, amma dövlət buna yardım etmirdi. Ona görə də kimin pulu var idisə torpaqlarını aldı və bunlar varlı kəndlilərə, qolçumaqlara çevrildilər. Bu da kənddə təbəqələşməni gücləndirdi. Dördüncü suala baxırıq. 19-cu əsrin 60-cı illərində baş verməyib. Balaxanı neft mədənlərində kəndlilərin məcburi əməyi 1864-də ləğv edilib. Məhkəmə islahatı 1866. Bəylərin kəndlilər üzərində polis və məhkəmə hakimiyyətinin ləğv edilməsi kənd cəmiyyətləri haqqında əsasnamədə 1865. Kəndlilərə mülkədar tabelisi adının verilməsi bu 1846-cı ilin reskriptindədir. Yəni 4-də doğru cavabımız olacaq D bəndi. Sonra keçirik 5-ci suala. Rusiyanın 2 və 3-cü Dövlət Dumasında seçilən Azərbaycanlı deputat, təbii ki, bu Xəlilbəy Xasməmmədovdur. Həm 2-ci Dumaya deputat seçilmişdi, həm də 3-cüyə. Göstərilənlər aiddir. Dövlət Dumasında müsəlman fraksiyasının başçılıq etmişdir. Ümumrusiya Müsəlmanlar Qurultayının keçirilməsində fəal rol oynamışdır. Xalqın ehtiyaclarını özündə əks etdirən ilk ərsazlar hazırlanmışdır. Təbii ki, burada söhbət Əlimərdan bəy Topçubaşovdan gedir. Həm 1-ci Dumaya deputat seçilib və digərləri də Topçubaşova aiddir. 19-cu əsrin 80-ci və 90-cı illəri üçün oxşar cəhət. Balaxanı kəndlərinin məcburi əməyinin ləğv edilməsi ortaq cəhət deyil. Siemens qardaşları tərəfindən Gədəbəydə mis əritmə zavodu inşa edilməsi oxşar cəhət deyil. Xarici kapitalın Azərbaycan neft sənayesində nüfuz etməsi. Doğru cavabımız olacaq 7-də C bəndi. Çünki 80-cı illərdə fransız Rothschild, 90-cı illərdə İngilis Goodyear neft sənayesi nüfuz etmişdir. 8. Zeynalabdin Tağıyev, Musa Nağıyev, Həmidə xanım Cavanşir və Sultan bəy Sultanovun oxşar fəaliyyətlərindən biri yönəlmişdir. Təbii ki, burada söhbət gedəcək erməni soyqırımına qarşı. Çünki burada Həmidə xanım Cavanşir və Sultan bəy Sultanov göstərilirsə, təbii ki, burada erməni soyqırımına qarşı mübarizə olacaq. Rusiyada yaşayan türklərin Rus imperiyasına qarşı vahid cəbhədə birləşdirmək qərarı verilmişdir. Təbii ki, müsəlmanların Peterburq qurultayında. Biz bilirik ki, Ümumrusiya müsəlmanlarının 3 qurultayı var. Birincisi Nijni Novgoroddur, birinci qurultay. İkincisi Peterburqda olub, ikinci qurultay. Üçüncüsü yenə də Nijni Novgorodda olmuşdur. İkinci qurultayda vahid cəbhədə birləşmək qərarı verilmişdir. 10-cu suala baxaq. 19-cu əsrin 60-cı illərində Azərbaycanda neft sənayesinin inkişaf səbəblərinə aid deyil. Rusiyada və dünyada neftdən sənaye miqyasında istifadə olunmağa başlaması, Azərbaycanda ucuz işçi qüvvəsi, neft ehtiyatlarının bolluğu, Rusiyada neft yataqlarının aşkar edilməməsi, neft istehsalında əl əməyinin buxar mühərrikləri ilə əvəz edilməsi. Təbii ki, doğru cavabımız Y bəndidir. 11. 4-cü Dövlət Duması yeni və daha irticaçı seçki qanunu əsasında seçilmişdir. 12-dən 17-yədək fəaliyyət göstərmişdi. Şimali Azərbaycandan yalnız bir nəfər Məmməd Yusif Cəfərov deputat seçilmişdi. 1907-dən 12-yə qədər fəaliyyət göstərmişdir. Bizim doğru cavabımız burada olacaq 2 ilə 3. 12-dən 17-yə qədər olub və Məmməd Yusif Cəfərov olub. A bəndi.
12. Uyğunluq gözlənilməmişdir. Yəni səhv cavabı istəyir. Rəsulzadə Müsavat Partiyasının liderinə çevrilir. Bəli, 1913-də Rəsulzadə gəlir, Müsavatın lideri olur. Hümmət Partiyası Azərbaycanda yaradılan ilk milli partiyadır. Təbii ki, burada səhvdir bu, çünki Azərbaycanın ilk milli partiyası Qeyrət Partiyasıdır. Sonra 13. Daha əvvəl olanı seçin. Daha əvvəl olan 4-cü Dövlət Dumasına seçki keçirilməsi 1912. Müsavat 1911. Qafqaz Yerli Süvari Diviziyasının yaradılması 1914. Müsəlman Gənclik Təşkilatının yaradılması 1903. Açıq söz qəzetinin dərc edilməyə başlanması 1915. Deməli, bizim cavabımız olacaq. Burada daha əvvəl olan D bəndi olacaq. 14. 4-cü Dövlət Dumasının mövcud olduğu dövrə aid deyil. Yəni 1912-17-yə aid olmasın. Baxaq görək burada aid olmayanı da. Bakıda qadınların güclü etiraz çıxışlarının baş verməsi 1916-dır. Zaqatala dairəsində kəndli islahatının keçirilməsi 1913-dür. Fərix Ağayevov, İlya Muromets N-16 tipli hərbi təyyarə ilə döyüş əməliyyatı keçirməsi bu 1-ci Dünya müharibəsi dövrünə aiddir. Təbii ki, düşür bu 4-cü Dövlət Dumasına. Tatar Süvari alayının fəaliyyətini dayandırması. Deməli, bizim cavabımız burada olacaq. Bizim cavabımız burada olacaq D bəndi. Çünki Tatar Süvari alayı fəaliyyətini 1918-in yanvarında dayandırır. 15. Difai, müdafiə, ittifaq təşkilatları üçün ümumi cəhət. Təbii ki, burada çarizmə qarşı yaradılma olar. Eyni ildə yaradılma deyil. Çarizm milli qırğın siyasətinə qarşı yaradılma. Bəli, cavabımız B bəndidir. 1905-ci il 17 oktyabr manifestində nəzərdə tutulmuşdur. Söz, fikir, sərbəst toplaşma azadlığının verilməsi. Elə ilk cavabımız doğru cavabdır. 16A bəndi. 17. Qeyrət Partiyası üçün səciyyəvidir. 1903-də yaradılıb səhvdir. Əsası Əhməd bəy Ağayev tərəfindən qoyulub, bu da səhvdir. Azərbaycan ilk milli partiyadır. Bəli, bu doğrudur. 17C bəndi. 18. Ümumi Rusiya müsəlmanlarının birinci qurultayına aiddir. Müsəlman İttifaqının yaradılması haqqında qanun. Bəli, birinci qurultayda bu qanun var idi. 19. Ümumi Rusiya müsəlmanlarının 3-cü qurultayına aid deyil. Rusiya Müsəlman İttifaqına rəhbərlik etmək üçün mərkəzi komitənin yaradılması, bəli, bu komitənin mərkəzi Bakı seçildi. 3-cü qurultaya aiddir bu. Rusiya hüdudlarında Federativ Respublikanın yaradılması ideyasının irəli sürülməsi, belə bir qərar yox idi 3-cü qurultayda. Mərkəzi komitənin daimi yeri Bakı şəhəri olmalıdır, düzdür. Yeni müəllimlər institutunun açılması nəzərdə tutulurdu. Bəli, 3-cü qurultayda var idi. Yeni tipli məktəblər də vardı. Doğru cavabımız B bəndidir, çünki 3-cü qurultaya aid deyil. Uyğunluq gözlənilmişdir. Qeyrət Partiyası. Uyğunluq pozulmuşdur. Səhv cavabı bizdən istəyir burada. Qeyrət Partiyası. Ələkbər Bərəkbəyov düzdür. Difai Əhməd bəy Ağayev düzdür. Müsavat Məmmədəli Rəsulzadə düzdür. Hümmət Partiyası Mövsümov düzdür. Y bəndinə baxaq. İttifaq təşkilatı İbrahim Ağa Vəkilov tərəfindən yaradılmayıb. İbrahim Ağa Vəkilov tərəfindən yaradılan müdafiədir. 20-də Y bəndi. 21-ə baxaq. Eyni ildə baş verən hadisələri müəyyənləşdirin. Cavab B bəndi. Gədəbəydə iri misəritmə zavodu açılması 1865. Kənd Cəmiyyətinin İctimai İdarəsi haqqında əsasnamə 1865. Doğru cavabımız burada B bəndidir. 22. Daha əvvəl baş vermişdir. Mazut Konstitusiyası 1904, İrəvan quberniyası 1849, Babillər Hərəkatı 1848, Bakı Fəhlə Deputatlar Soveti 1905, Bakıda ilk dəfə yarmarka 1887. Deməli, burada daha əvvəl baş verən 1848 olacaq C bəndi. 23. 1905-1906-cı illər yaradılan xeyriyyə cəmiyyətləri hansılardır? Təbii ki, burada Nicat və Nəşri Maarif olar. 1-dən 4. 24-də baxaq.
20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda baş verən hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Qafqaz canişinliyinin yenidən bərpa olunması 1905, Azərbaycan 1-ci Dövlət Dumasının seçkilərin keçirilməsi 1905, 1-ci Dövlət Dumasında seçkiləri 1906, müsəlmanların 3-cü qurultayı bu da 1906-dır. Amma 1-ci Dövlət Dumaya seçkilər keçirilib 1906-nın aprelində, sonra müsəlmanların 3-cü qurultayı 1906-cı ilin avqustunda olub. Yəni doğru cavabımız olacaq 1, 2, 3. 25. Azərbaycanda 19-cu əsrin 60-cı illərində həyata keçirilmiş məhkəmə islahatının əsas xüsusiyyətləri. Əhalinin bütün təbəqələri üçün bir məhkəmə yaradıldı, bu düzdür. Məhkəmə hakimləri əhali tərəfindən seçilirdi, səhvdir. Rus dilində aparılırdı, doğrudur. 1, 3. Mülki işlərə hərbi məhkəmədə baxılma qaydasının ləğv edilməsi, məhkəmə iclasının açıq keçirilməsi, düzdür. 1, 3, 5. 26. 19-cu əsrin 80-ci illərində rabitə və nəqliyyat sahəsində baş vermiş yeniliklərə aiddir. Tiflis və Bakını birləşdirən teleqraf xətlərinin çəkilməsi 60-cı illərdə. Cənubi Qafqaz dəmir yolunun Ümumrusiya dəmir yoluna birləşdirilməsi 80-ci ilə aid deyil. Bakı-Tiflis dəmir yolu 1883, Bakı şəhərində ilk mərkəzləşdirilmiş telefon stansiyası 1886. Cavab olacaq 3-dən 4. 27. Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Hacı Zeynalabdin Tağıyev. Bunlar haqqında məlumatlara baxaq. Tiflis Müəllimlər İnstitutunun himayəyə götürmüşdür. Bu Şəmsi Əsədullayevdir. Öz neft mədənlərini emal müəssisələri birlikdə İngilis kapitalistlərinə satmışdı. Bu Hacı Zeynalabdin Tağıyevdir. Bakı Gimnaziyasının təmir Xanşurası şəhərindəki qız məktəbinin qəyyumu idi. Bu da Tağıyevdir. Cavad qəzasında nəhəng pambığı təmizləmə zavodu tikmişdir. Bu da Hacı Zeynalabdin Tağıyevdir. Müsəlman Xeyriyyə Cəmiyyəti üçün binə ucaltmışdır. Bu da Murtuza Muxtarovdur. 1Y, 2A, 3BC-dir. Situasiya sualına baxaq. 1905-ci ildə Azərbaycan xalqının kütləvi şəkildə inqilaba qoşulması Rus hökumətinin çıxış yolu axtarmağa vadar etdi. Hökumət mənfur siyasətini həyata keçirmək üçün ermənilərdən bir alət kimi istifadə etdi. Ermənilər türk-müsəlman xalqlarına qarşı mübarizə edən ruslara həmişə sədaqətlə xidmət etmişdilər. Əsas məqsədi türk və müsəlmanları məhv etmək olan Daşnaksutyun partiyası Cənubi Qafqazın müxtəlif bölgələrindən və Osmanlı dövlətindən könüllü erməni dəstələri gətirib Azərbaycanlılara qarşı silahlandırdı. Bundan sonra Çar hökuməti ilk milli qırğını ermənilərin əli ilə Bakıda törətdi. Mətni əsasən Rusiyanın müstəmləkə siyasətinin xüsusiyyətini qeyd edin. Təbii ki, burada parçalamaq siyasətidir. Parçalayıb sonra idarə etmək, yəni parçala və hökmranlıq et siyasəti. 29. Ermənilərin daha sonralar Azərbaycana qarşı hansı soyqırımlar həyata keçirmişdir? Bu 1918-31 Mart soyqırımı, Xocalı faciəsi misal gətirmək olar. 30-da hal-hazırda Erməni-Rus işbirliyinə aid 2 fakt qeyd edin. Ermənistanda siyasi dəstək qeyd etmək olar, sülh məramlıları qeyd etmək olar.